Mən məsələn Azərbaycanda çoxsaylı yerlərdə məntiqlə bilirəm ki, filan yerdə qızıl var. İştirakçısı və rəhbər oldum ekspedisiyalar xətti ilə öz əlimlə, akla, tarix muzeyinə 44 ədəd qızıl predmet təhvil vermişəm. Çoxları qınadı ki, sən niyə aparıb onu verdin dövlətə? İnsanlar var ki, illərdir bu qarətçilik işi ilə məşğuldur. Hətta inanın, 2 il bundan əvvəl bir nəfər şəxs, nə bilim, hansı vasitələrlə mənim telefonumu tapıb, zəng vurub, gəlib akademiyada mənimlə görüşüb, deyir ki, filan yerdə qızıl var, biz onu istəyirik gedib araşdıraq, siz də bizə kömək eləyəsiniz. Deyirəm, nətər kömək? Deyir, orada işləmək üçün, burada institutdan bir kağız versinlər, gedək biz işləyək. Deyirəm, siz kimsiniz? Bu qanunsuz bir şeydir. Azərbaycanda arxeoloji tədqiqatlarla, mən arxeoloqam. Mən özüm gedib haradasa nəsə qaza bilmərəm, ixtiyarım yoxdur. Mənə gərək institut bu ilə bağlı xüsusi əmr verə, tərkib formalaşa, əmrin əsasında vəkalətnamə verə, yəni icazə vərəqəsi. Və o icazə vərəqəsini mən aparıb Mədəniyyət Nazirliyində qeydiyyatdan keçirməliyəm ki, oradakılar da bilsin ki, mən harada, nə vaxt iş görəsiyəm.